Son zamanlar dünya neft bazarında müşahidə olunan qiymət dalğalanmaları Azərbaycanda narahatlıqla qarşılanır. Bu narahatlığın əsas səbəbi isə devalvasiya ehtimalıdır. Belə ki, ölkədə baş verən son devalvasiya məhz neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqəli olub. Xüsusilə 2014-cü ilin dekabrında və 2015-ci ilin fevralında dünya neft bazarında qiymətlər sürətlə aşağı düşmüş. Bu da ölkə iqtisadiyyatında ciddi təsirlərə yol açmışdı. Başqa tərəfdən maraqlıdır ki, 2020-ci ilin mart ayından etibarən beynəlxalq neft bazarlarında qiymətlər ucuzlaşsa da Azərbaycanda devalvasiya baş vermədi. Bu vəziyyətlə bağlı qeyd olunurdu ki, həmin dövrdə hökumət pandemiyanın yaratdığı ağır sosial-iqtisadi şəraiti nəzərə alaraq onsuz da çətin durumda olan vətəndaşların rifahına zərbə vurmamaq üçün bu addımı atmayıb. Hazırda vəziyyət necədir? Neftin qiymətinin vaxtaşırı enib qalxması, hasilatın getdikcə azalması ölkə iqtisadiyyatına, valyuta bazarına nə vəd edir? Globalifo azad danışan iqtisadçı ekspert Elçin Məmmədov qeyd edib ki, sonuncu devalvasiyada milli valyutamız ABŞ dollarına qarşı 2 dəfədən çox ucuzlaşıb, növbəti devalvasiya riskinin nə dərəcədə real olmasını qiymətləndirmək üçün Azərbaycan manatının xarici valyutalara, xüsusilə də ABŞ dollarına nisbətdə məzənəsinin dinamikasına təsir edən faktorlara nəzər yetirmək lazımdır. Həmin faktorların qısa və orta müddətli perspektivdə hansı istiqamətdə dəyişəcəyinə dair fərziyyə və ssenarilər formalaşdırmaq olar. Xarici valyuta ölkəmizə əsasən ixrac əməliyyatları nəticəsində daxil olur və valyuta ehtiyatlarını artırır. Xam neft və qazın ixracatımızda payı kifayət qədər yüksəkdir. Məlum məsələdir ki, bu enerji daşıyıcılarının hasilatının həcmi və onların dünya bazarlarında qiyməti ixrac əməliyyatlarının həcminə bilavasitə təsir edir. Neft hasilatında son 15 ildə azalma qeydə alınsa da, bu tədricən baş verib. Yaxın zamanlarda hasilatın kəskin enməsi gözlənilmir. Ekspert deyib ki, 2014-cü ilin ikinci yarısında neft qiymətlərinin təqribən 50% enməsi ölkənin valyuta ehtiyatları üçün ciddi risk yaradıb. Bu şəraitdə Mərkəzi Bank manatın ABŞ dollarına qarşı sabit məzənəsini artıq əvvəlki səviyyədə saxlaya bilmədiyi üçün 2015-ci ilin əvvəlində və sonunda manatı devalvasiya etməyə məcbur qaldı. 2016-cı ildə ümumiyyətlə manatın məzənəsinin sabit saxlanılması siyasətini dəyişdi və üzən məzənət rejiminə keçdi. O dövrdən bəri manatın ABŞ dollarına qarşı bazar məzənəsi 1 ABŞ dolları üçün 1.70 ətrafında dəyişir. Əgər neftin dünya bazarında qiyməti 2014-cü ildə olduğu kimi əhəmiyyətli dərəcədə ucuzlaşmasa və Azərbaycana xaricdən gətirilən mal və xidmətlərin həcmində ciddi artım olmasa, milli valyutanın ABŞ dollarına qarşı məzənəsinin yaxın vaxtlarda mövcud səviyyədə qalması ehtimalı yüksəkdir.